Əziz abituriyentlər, bugün biz iqlim qurşaqları haqqında danışacağıq. Yer kürəsini 13 iqlim qurşağına ayırmışlar. Bir çox alimlər iqlim qurşaqlarını təsnif etmişlər və bu iqlim qurşaqlarının əsas təsnifatını Rus alimi Alisov vermişdir. Və o temperatur və hava kütlələrinə əsas götürmüşdür. Və bu iki xüsusiyyətə görə, yəni temperatur və hava kütlələrinə görə iqlim qurşaqlarını təsnif etmişdir. Bu iqlim qurşaqları xəritəsidir, yəni atlaslarımızda bu iqlim qurşaqlarının xəritəsi hamınızda var. Və xəritələr bəhsindən biz bilirik ki, iqlim qurşaqları xəritəsi məzmunca tematik xəritədir və burada iqlim qurşaqlarını ayırmaq heç də çətin deyil. Və hər bir iqlim qurşağı bir rəng çaları ilə bir rəng fonunda təsnif olunmuşdur və burada xəritənin şərti işarələrinin izahına belə baxanda hər bir iqlim qurşağının orada rəng çaları ilə siz tapa bilərsiniz. Ümumi iqlim qurşaqları yer kürəsində bu şəkildə düzülür. Amma hər bir materikin iqlim qurşağını siz bax bu şəkildə şimaldan cənuba söyləməyi bacarmalısınız. Götürək Şimali Cənubi Amerikanın iqlim qurşaqlarına baxırıq ki, ekvatoru nəzərinizdə diqqətini saxlayın. Ekvator boyunca təbii ki, ekvatorial qurşaq olacaq və ondan sonra onu saymaq daha asanlaşacaq sizin üçün. Baxırıq Cənubi Amerikanın ucqar şimal hissəsi bu hissədə, ucqar cənubi isə bax burada bitir. Ona görə də ucqar şimalından subekvatorial, ekvatorial, subekvatorial, tropik, subtropik mülayimə bölünür. Eləcə də bütün materiklərin iqlim qurşaqlarını biz bacarmalıyıq saymaq. Bu atmosfer bölməsində ilk öyrənəcəyiniz bir mövzu olmalıdır ki, ondan sonra iqlimlə, atmosferlə bağlı digər mövzuları bilək. Uşaqlar, iqlim qurşaqlarına baxın bu şəkildə. Mən qeyd elədim ki, əsas iqlim qurşaqlarına bölünür və keçid iqlim qurşaqlarına bölünür. 7 əsas iqlim qurşağı var, 6 keçid iqlim qurşağı var. Keçid iqlim qurşaqlarının qarşısına sub sözü əlavə olunur. Hansı iqlim qurşağının qarşısında sub sözü varsa, o keçid iqlim qurşağıdır. Sub sözünün mənası yan, ətraf deməkdir. Deməli, iqlim qurşaqlarını bax bu şəkildə düzdüm. Və biz keçid iqlim qurşağı ilə əsas iqlim qurşaqlarının fərqini başa düşməliyik. Mən göy ruçka ilə əsas iqlim qurşaqlarını yazmışam və deyir ki, 7 iqlim qurşağı, yəni onu nəzərdə tuturuq həm şimal, həm də cənub yarımkürəsi üçün. Bir ekvatorial iqlim qurşağı, 2 tropik, 2 mülayim, həm şimalda, həm cənubda. 2 qütb qurşağı, biz şimaldakına Arktika deyirik, cənubdakına isə Antarktika iqlim qurşağı deyirik. Deməli, iqlim qurşaqları bir-birindən nəyinə görə fərqlənirlər? İqlim rejiminə görə, temperaturuna görə, təzyiqinə görə, rütubətinə görə fərqlənirlər. Və biz əsas iqlim qurşaqları ilə keçid iqlim qurşağına əsas fərqi, əziz abituriyentlər, bir şey yadınızda saxlayın. Hava kütlələri, bax qeyd edirəm, hava kütlələri. Deməli, hava kütlələri, 4 dənə əsas hava kütləsi var. Onu da hava kütlələri dərsində başa salacağıq sizə. Hava kütlələri 4 dənədir. Ekvatorial hava kütləsi, tropik hava kütləsi, mülayim hava kütləsi, bir də qütblərdəki hava kütləsi. Və hər bir hava kütləsinin xüsusiyyəti var. Ekvatorial hava kütləsinin xüsusiyyəti isti və rütubətlidir. Necə oldu? İsti və rütubətli. Tropikinki isti və qurudur. Mülayiminki mülayim və rütubətlidir.
qütbünkü həm şimaldakı Arktikanın, həm də cənubdakı Antarktikanın hava kütləsi soyuq və qurudur. Deməli, əsas iqlim qurşaqlarının hava kütləsi oldu. Keçid iqlim qurşaqlarının hava kütləsi yoxdur. Yəni, qırmızı ilə yazdığımız keçid iqlim qurşaqları, onların hava kütləsi yoxdur. Və yoxdur deyəndə biz başa düşməliyik ki, bu iqlim qurşaqlarının hava kütləsi əsas iqlim qurşaqlarından gələn hava əsasında formalaşır. Deməli, keçid iqlim qurşaqlarının hava kütləsi olmadı. Əsaslardan bura gələn hava kütlələri ilə bağlı onların hava rejimi düzəlir. Belə deyək, mən bax, burada bu oxları çəkmişəm. Burada yay yazmışam, burada qış yazmışam. Bilirik ki, yer günəş ətrafında hərəkət edir və fəsillər əmələ gəlir. Fəsillərin əmələ gəlməsi bu hava kütlələrinin də deməli, rejiminə, hava kütlələrinə istiqamətinin dəyişməsinə öz təsirini göstərir. Baxın, bilirik ki, yayda günəş şimal tropik üzərində zenitdə olur. Şimal tropikin üzərində zenitdə olur. İyunda bilirik ki, günəş şimal tropik üzərində zenitdə olur. Qışda isə, dekabrda isə, yəni bizim üçün qış, cənub üçün yay olur. Dekabrda isə günəş cənub tropiki üzərində zenitdə olur. Ona görə də əgər yaydadırsa, biz deyirik, yayda əsas hava kütlələri hesab edək. Ekvatorial hava kütləsi, baxın, ekvatorial hava kütləsi yayda şimala getdiyi üçün hava kütlələri, ekvatorial hava kütləsi gəlir. Hansı hava kütləsinin daxil iqlim qurşağına? Subekvatoriala. Tropik gəlir yayda. Subtropikə. Mülayim gəlir yayda. Subarktikaya. Deməli, burada bitdi. Arktikada hara gedəcək daha bitir axı, yəni yer kürəsi bitdir. 90 dərəcə enlikdə bitdi. Deməli, əziz abituriyentlər, yayda ekvatorial hava kütləsi gəldi ekvatorialın daxilinə. Çünki hava kütlələri yayda şimala istiqamətləndiyi üçün ekvatorial gəlir subekvatoriala. Subekvatorialın yayını edir ekvatorial kimi, yəni isti və rütubətli. Tropik gəlir subtropikə. Eləyir onun öz xüsusiyyəti kimi isti və quru edir. Baxın, bizim respublikamızın çox hissəsi subtropikdə yerləşir. Yayımız necədir? İsti və quru. Nədir səbəbi? Yayda bizə hansı daxil olur? Tropik hava kütləsi. Mülayim isə yayda gedir subarktikaya. Subarktikanın yayda havası necə olur? Mülayim kimi. Mülayim və rütubətli. Əziz uşaqlar, eynən bax biz bunları cənub üçün də belə deyəcəyik. Qışda isə mən ruşqamı dəyişəcəm, qış rəngini götürüm. Qışda isə hava kütlələri nədir? Cənuba gəlir. Artıq istilik hara doğru? Cənub yanıb kürəsindədir axı günəş. Ona görə də biz qışda hava kütlələrinin artıq cənuba meyilləndiyini görürük. Qışda indi gələcək Arktik, subarktikaya. Mülayim gələcək subtropikə. Tropik qışda gələcək subekvatoriala. Beləliklə, indi bir baxaq, bir anlayış eləyək. Subekvatorialın qışı olacaq necə? İsti və quru. Subtropikin qışı olacaq mülayim kimi, yəni mülayim və rütubətli. Baxın, qışımız necə keçir, əziz uşaqlar? Mülayim və rütubətli keçir. Subarktikanın qışda iqlimi olacaq Arktika kimi, soyuq və quru. Baxın, Arktikada fəsil yoxdur, həmişə qışdır, yəni il boyu qışdır. Ekvatorialda da həmişə yaydır.
Tropikdə 2 fəsil olacaq. Deməli, yayı olacaq ekvatorial kimi, yayı olacaq isti və rütubətli, qışı olacaq isti və quru. Subtropikin yayı olacaq isti və quru tropik kimi, qışı olacaq mülayim və rütubətli mülayim kimi. Subarktikanın yayı olacaq mülayim və rütubətli, qışı olacaq soyuq və quru Arktika kimi. Əziz abituriyentlər, eynən biz bunu cənub üçün də dedik. Cənubda da yay-qış söhbəti eynən qalır. Ona görə də uşaqlar baxın, biz burada yenə deyirik, subekvatorialın yayı necə olacaq? Yayı isti və rütubətli olacaq, qışı isə isti və quru olacaq. Subtropikin də yayı necə olacaq? Yayı olacaq isti və quru, qışı olacaq isti və quru. Subantarktikanın iqlimi yayda olacaq mülayim və rütubətli, qışı olacaq soyuq və quru. Sadəcə olaraq biz bunları artıq başa düşürük ki, dekabrda cənub yarımkürəsində yaydır, şimal yarımkürəsində isə qışdır. Yəni bu fərqləri görəcəyik. Beləliklə uşaqlar qısaca iqlim qurşaqları haqqında anlayışlarımızı aldıq. Bu da iqlim qurşaqları xəritəsidir. Bunun üstündə işləyə bilərsiniz. Nəhayət, burada bir xeyli suallar yaranır. Baxın, ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Bir də şimalda tropik tam zolaq yaratmır. Ən çox mənimsənilən, yəni insanlar tərəfindən istifadə olunan iqlim qurşaqları mülayim iqlim qurşağıdır. Dünya əhalisinin çox hissəsi mülayim və subtropik iqlim qurşaqlarında yerləşirlər. Bizim də əsas iqlim qurşaqlarımız subtropik və mülayimdir. 66%-imiz bizim subtropik iqlim qurşağında, 34%-imiz isə mülayim iqlim qurşağına düşür. Bir də subekvatorial daha çox mənimsənilir. 4 fəsil müşahidə olunur mülayim və subtropikdə. Keçid iqlim qurşaqlarında 2 fəsil müşahidə olunur. Subtropik istisnadır. Bir də qütblərdə ekvatorialla qütb qurşaqlarında isə bir fəsil mövcuddur. Əgər nəsə bir köməyimiz dəydisə, çox sağ olun. Bəyənsəz bəyənmə düyməsini bassaz çox sevinərik. Sağ olun.